hər alınan xəbərə verilən reaksiya, o bizim kimliyimizin göstəricisidir. Filan ölkəyə 10 gün istirahət eləməyə 100 dənə sual verir adama. Hardan bilet aldın, neçədir, necə olur filan, hardan neçə, hansı şəhərdə qalacaqsan, neyi necəsən, 100 dənə sual verir. Buradan deyirsən ki, qəd əfləhə mən zəkkaha, özünü təmizləyən nicat tapdı. Bir dənə də sual vermir ki, necə eləyim təmizlənim ki, nicat tapım. Bir dənə də sual yoxdur. Bu göstəricidir. Pak adam hər məlumat inkişafına səbəb olur. Xəstə adam hər məlumat azğınlığına səbəb olur. Adam var, qərbdə yaşayan cəmaatın həyat tərzini ona göstər, ağzının suyu axır, cazibə yaradır onda. Adam da var, eyni həyat tərzini göstər, ikrah yaradır, ürəyini vurur. Eyni mənzərəni, həyat tərzində müsbət və mənfi cəhətlər var. Hansısa bir mənzərədən danışıram. Eyni mənzərədən danışıram. Biri ona baxır, təqvası artır, biri ona baxır, təqvasızlaşır. Bu mənim öz sözüm deyil, Quran özü haqqında deyir. Deyir, la yaziduhum illa xəsara. Bu Quran ki, hidayət kitabıdır. Deyir, bəzilərinin ancaq ziyanını artırır. Mən demirəm ki, Quran deyir. Həmin Quran ki, bəzi insanların hamının da yəni hidayəti üçün göndərilir və bəzi insanları hara çatdırır. Deyir, la yaziduhum illa xəsara. Bu Quran onların azğınlığını daha da artırır. Onlara nəsə artırırsa azğınlığını artırır. Baxır o Qurana, deyir, vay, buna bax, bu nə kitabdır, buna iman gətirir. Bir də baxır, gözündən yaş axır ixtiyarsız. Eyni məlumat, iki fərqli reaksiya. Hərdən baxırsan, sosial şəbəkələrdə bir dənə əzadarlıq tədbirindən bir şey qoyublar. Biri deyir, bəh. İndi səmimi desə, ağılla desə. Adam var, emosional deyə hər şey deyir, bəh, o heç. Doğrudan da ağılla baxır, o mənzəriyə zövq alır. Həmin mənzərəyə biri baxır, deyir, vay, nə gündəsiz siz. Bu deyir, bəh, o deyir, vay. Nəyin nəticəsidir bu? Daxili vəziyyətin nəticəsidir. Hərə öz kimliyi nöqteyi nəzərindən baxır o məsələyə.